Hər vaxtınız xeyirli olsun. Çox gələn suallardan biri də uşaqlarda iştahsızlıq məsələsidir. Buna bir açıqlama verəcəm qısa da olsa. Valideynlər çox şikayət edirlər ki, uşaqlar iştahsızlıqdır, yemək yeyə bilmirlər. Bunun altında iki səbəb dayanır. Bir psixoloji iştahsızlıq, digər isə həqiqətən xəstəliyə bağlı olan iştahsızlıq. Bunu araşdırmaq çox faydalıdır. Psixoloji iştahsızlıq odur ki, uşaqlara yemək disiplini yaratmaq lazımdır. Yemək aralarında, yəni disiplinli yemək aralarında atışdırmalılar, şəkər və şokolad və yaxud da bu tipli abur-cuburları uşaqlara çox yükləyən zamanlarda yemək öynələrində iştahsız ola biləcəkdir. Həmçində psixoloji iştahsız olan uşaqlarda, yəni yemək seçici olan, yemək yeməkdə biraz zoranan uşaqları mütləq bağçaya vermək faydalıdır. Xəstəlik fonunda isə nə ola bilər? Məsəl üçün anemiyası olan uşaqlar, qurd xəstəlikləri olan uşaqlar və də bağırsaqda infeksiyaları olan, xroniki ishal, qəbizlik və yaxud da mədədə Helicobacter pylori tez-tez xəstələnən uşaqlar və s. bu tipli xroniki xəstəlikləri təkrar olan uşaqlarda iştahsızlıq halları baş verə bilər. Bunları bir araşdırmaq lazımdır. Bəzən valideynlər səbəbsiz yerə, səbəbi bilmədən iştah açıcı preparatlar, bir çox polivitaminlər uşaqlara yükləyirlər ki, bunlar tam yanlış qərardır.